qıvrım saç uşaq balamızı. Sadiq deyirsiniz yəqin. Sadiqi deyirəm. Sadiq balamız. O qədər xoşuma gəldi. Azəri qızı Günelin Rəhmanın qohumlarıdır. Bir səfər məsəl BBC nəvəsi olmalıdır. Əmsi nəvəsi. Əmsi nəvəsi, hə, belə. Allah saxlasın, Allah qorusun. Biz də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyur. Çox istedadlıdır. Hələ ki uşaqdır, körpədir. Yavaş-yavaş inşallah inkişaf eləyəcək. Çox şirin görsən. Onun yaxşı oynamağı da vardı, həmin uşaq. Bəli. Siz hansı mahnını öyrədirdiniz ona? İpək yaylığım var. Almağa gəlir. Bəli, çox mahnılar öyrətmişəm. İndi bilmirəm hansını. Bu video ən sonuncu yayılan videodan danışaq. Baxın monitora deyəcəm o. O qədər xoşuma gəldi. Göndərdim bizim uşaqlara da ki, bir dənə baxın buna. Hazırdırmı? O çox gözəl rəqslər də eləyir də uşaqlara, həm uşaqlar. Ay maşallah. Bunu deyirəm, bu Rəhman müəllimi salamlayıram. Sən məmalı danışırsansa o uşağı gətirəsən bura. Ya. Özdə burada nə diqqətimi çəkib Babək müəllim? Tək oxumaqla yox. Bu üz mimikalarınızla da hiss elətdirirsiniz. Mahnı belə oxumaq lazım. Belə deyim də, şagird müəllim tələbə münasibətlərin qurulması var ki, bizim bu atestasiyalarda da, Mədəniyyət Nazirliyimizin təşkil etdiyi atestasiyalarda da o mövzu düşür. Müəllim-şagird münasibətlərinin necə qurulur. Və orada, məsəl üçün, müəllim özünü sevdirməlidir şagirdə. İlk gələn tələbiyə sevdirməlidir və onunla ünsiyyətli olmalıdır. Ünsiyyət qurmağı bacarmalıdır və ola bilər ki, o sənəti sevmir. Amma sən ona elə məcbur eləyə bilərsən ki, o mimikalarından, o hərəkətlərindən, davranışından, o sənəti ona sevdirərsən. Ona görə mən bu körpələrlə də çalışmaq çox çətindir, çox həssasdır. Bir balaca sifətini turşuda bilərsən, artıq onun keyfi əhvalı pozula bilər. Çünki uşaqdır. Ona görə ondan daha da xoş davranmalısan və orada Sadiq balamıza o notların hansı yerdə olduğunu belə zildə olduğu zaman o yuxarı pərdələri əlimlə göstərməyim və o xırdalıqları göstərməyim, onu necə deyim? Sosial şəbəkələrdə paylaşdım, çox xoşuma gəldi. Mənim dərs demə prosesim belə olur həmişə. Bütün uşaqlarla bax beləyəm. Enerjimin yarısı da o hərəkətlərimə gedir. Var olasınız, təşəkkür edirəm. Demək ki,